Farel, qızılxallı və alabalıq kimi də tanınan balıq, qızılbalıq fəsiləsinə aid soyuq, təmiz və oksigenli dağ çaylarını sevən balıqdır. Bədənindəki xallarla seçilir. Rəngi yaşadığı mühitə görə dəyişir. İsti temperaturdan 15-18 dərəcəyə optimal və aşağı oksigen səviyyəsindən zəifləyir. Duzlu suda daha sürətli böyüyür. Sürəti 18 km/saatda çata bilər. Əti A, D, B12 vitaminləri, omega-3, omega-6, minerallarla zəngin olsa da, bəzi növlərində civə ola bilər. Ona görə hamilə qadınlar, uşaqlar və bəzi xəstəlikləri olanlar diqqətli olmalıdır. Qızılxallı farel balığı, al-əlvan qızılxallı, qırmızı kitaba daxil edilmiş qiymətli balıq növüdür. Növlər: Xalxal şəlaləsi ətrafındakı kimi təbii su hövzələrində qızılxallı farelin bir neçə növü mövcuddur. Qaraxallı farel, sarı, qızılı farel və qırmızı xallı çay fareli. Rəngi: Çayın dibinin rənginə uyğun dəyişir. Açıq daşlar açıq rəng, tünd daşlar tünd rəng. Azərbaycanda qızılxallı farel balıqlarının süni yolla yetişdirilməsi ilə məşğul olan fermalarda fəaliyyət göstərir. Qızılxallı, Azərbaycanın Kür hövzəsindəki dağ çaylarının çoxunda: Qanıqçay, Balakənçay, Silbançay, Katekçay, Əlcihançay, Turyançay, Dəyirmançay, Tərtərçay, Kurəkçay, Ağsuçay, Həkəri, Xaçınçay, Bazarçay, Qusarçay, Şəmkirçay, Xalxalçay, Yalamaçay, Zabuxçay, Viləşçay, Lənkərançay, Astaraçay çaylarında. Quba-Xaçmaz düzənliyinin bulaq çaylarında: Gelçay, Nügədiçay, Qudyalçay, Vələmirçay, Dəvəçiçay, Göygöldə yayılmışdır. Azərbaycandan kənarda Avropa və Asiyanın dağ çaylarında və göllərində təsadüf edilir. İntensiv ovlandığı üçün hazırda az saylı balığa çevrilmişdir. Sayı son dərəcə azalmış və bəzi çaylarda hətta nəsli kəsilmişdir. Çöl Həyatı YouTube kanalına bəyənib abunə olaraq dəstək ola bilərsiniz. Bu pulsuzdur.